Tacir müəllim dedi ki, nə olar ki, mən oğlumun nişanında özümə şah demişəm də və sən də bildirdin ki, mən həmişə sən olmayan dilə demişəm ki, sən şahsan da, yəni sənətimin şahısan da. Niyə bu şeylər son zamanlar oldu? Səndə mikrofon var. Yox, o işləmir. İşləmir. Ola bilər, oturub ona görə. Valla bilmirəm nədən oldu. Mənə elə gəlir ki, bunun aparıcıları çox biraz böyükdür. İndi o demişdi, biz də dedik ki, sən şahsan, heç kimi danmır da, sən yaxşı oxuyansan. Doğrudan sənətkardır. Yəni, mən həmişə onu dinləmişəm, həmişə qulaq asmışam. Çox cavanlığımızla bir yerdə keçib. Onun sənətinə heç kim heç nə demir. Sadəcə cəmaat tərəfindən biraz belə bitərim qarşılandı. Axı özünü özünə deyəndə. Onu da yazıq dedi ki, indi həmişə siz demişsiniz, bir dəfə dedim mən demişim də. Nadir müəllimin dediyi sözlərdən niyə incidir? Çünki Nadir müəllim zəng vurdu sanana, iradını bildirdi. Mənim Nadir müəllimin şəxsiyyətinə çox böyük hörmətim var. Nadir müəllim çox gözəl insandır. Həm ləyaqətli insandır, həm yerini bilən insandır, həm özünə hörmət qoyan insandır. Heç vaxt heç kimin qəlbinə deyməz. Sanana zəng vurdu, dedi ki, axı mən qalmaqal istəmirdim. Amma bax, bu günləri Pünhan müəllim deyir ki, Əminə burada düzdür. Amma Pünhan müəllim Əminədən çox Tacir müəllimlə bir yer toylara düşüb, çörəyi kəsib, onun janrına uyğundur. Amma düzdür də, yəni bu əyri deyil də. Yəni Nadir müəllim orada nə səhv dedi ki, Tacir müəllim belə incidi, dedi, ay Nadir, axı niyə belə? Niyə? Heç bir söz demədi. O da mənim kimi təriflədi. Dedi, bir oxumuşuq, gözəl oxuyandı, yaxşı oxuyandı. Gərək belə olmayaydı. Qaldı Əminə xanıma. Əminə xanım gözəl bir söz dedi orada. Dedi ki, valla mən sənət davası eləmirəm, söz davası eləyirəm. Orada bir kəlmə söz olub. Mən onu demişəm, Temuridə deyirsiniz ki, sənətkardır da. Yəni sənətkara bu olmaz. Əminə xanım da elə belə Əminə xanımdır. Çox savadlı və musiqini bilən, sözdəki neçə dənə kitabı var onun da. Onun izahını da verdi. Dedi ki, o söhbət qaldı qıraqda, şah məsələsi oldu ondan sonra, nə bilim, sənətkar məsələsi oldu. Yəni, mənim adım hallandı da. Mən adiyyəti yoxdur. Hə, bir dənə mən adiyyəti olmayan bir şeydir. Söz davası gedib, o da düz deyil. Onun sənət haqqında o iş nə demirdi? Heç nə demirdi. Dedi ki, sənətkar da Allah canı sağ olasın, biz nə deyirik? Biz sadəcə o mahnıda o sözü, o da ki, deyir, mən demirəm, mənim ustadlarım deyir. Yəni, o da düz deyirdi. Sadəcə orada anlaşmamazlıq var idi. Bir-birini tanımırlar, bir-birinə yadındadır. Mən də, məsələn, Əminə xanım tanımırdım. Mən də. İntihası bizdəki tamam başqa bir şeydir. Mən ora gələcəyəm indi. Hə, tamam bizdə başqa şeydir. Yəni, toy məktəb deyil. Mən də sübut elədim ki, məktəbdir. Sonra Məmməd Bağırın bir atdım da sənə. Məmməd Bağırın öz bir çıxışın atdım ki, bunu mən demirəm. Məndən böyük sənətkar. Brilliant xanım da deyib ki, toy məktəbdir, çalış orada. Yəni, orada canlı ifalar olur, insanlar sənə... Onu sonra fırlatdılar ki, yox, məktəb deyil, təcrübəzdir və deyir, orada diplom verirlər. Məktəbdir, necə məktəb deyil? Məsələn, mən oğlan tanıyıram, canavar kimi oxuyur, toyxanada heç nə eləyə bilmir. Allah. Heç nə eləyə bilmir. Niyə? Bizim xalq artistlərimiz var, əməkdar artisti toyxanada. Nə tər məktəb deyil? Sən gedirsən, hər rayonun öz musiqisi var da. Şamaxı başqadır, Qarabağ başqadır, Qazaq başqadır, Tovuz başqadır, Bakı başqadır. Sənə müəllim öyrədib ki, sevgili meşq olmasa varlıq bütünəsən. İndi bu da sünnət toydu, bunu oxuyasan. Yox. Və yaxud bəy gəlin durub ortada, bunu deyib, sənə öyrədib, Allah zabitin canı sağ olasın deyir, oxuduğumuz yerdə bir də görsən, qulağıma gəlir, deyir ki, qardeşim, bir dənə fərmandan bir qəzəl oxu. Fərmanı tez qəzəl dəyişdi, tutuydu. Necə məktəb deyil? Bunu yenə də deyirəm, mən demirəm. Bunu Yaqub əmi deyir, bunu Xan əmi deyir, bunun bizim pakaleniyalardan böyük Məmməd Bağır deyib. Necə şey deyil? Yəni, niyə hamı çıxır burada Sabir Əliyevin adını çəkir? Toyxana deyən kim onun adını çəkirlər? Almas Sarayının adını çəkir. Çəksin ödən 50 dənə Almas xan dəyərli sənətkarımız keçən də buradaydı. O qədər möhtəşəm veriliş oldu. Bunların, yəni, toyxanaların hamı görür. Bax, indi biz də görmüşdük. Gedirdin, baxırdın ki, bunlar necə oxuyur, nətər toy aparır. Bax, Almas xanıma necə məktəb deməyəsən Almas Saraylı? Toyxana məktəbi. Bəli, toy məktəbini, toyxananı idarə etməyib, burada oturmuşdu. Dedi ki, bugünə qədər mən elə hesab edirdim ki, mənə toylara çox, indi daha da baha qiymətə gedirəm və daha da çox istəyirəm. Çünki təcrübəm var. Cavan gəlir, itirir özünü deyir, bəzən görürsünüz. And olsun Allaha,
onunla bizim 2 dənə duetimiz var. Hardasa bir 20 il bundan qabaq. 15-20 il bundan Bəli. qabaq. O vaxtlar biz bir müddət bir yerdə işləmişik. Tolik, Allaha and olsun, özdəki belə bir oxuyandır. Oxuyana ruh verən, oxuyan var axı, gəlir tayda oxuduğunu da yadından çıxardır. O qədər pasiv, belə. Amma nə tər ruh verirdisə, mən həmişə deyirəm, odur Elnarə Abdullayevadır. Mətanət Əsədova yaddan çıx, danışmaz. Mətanət Əsədova. Mətanət Əsədova deyir ki, manafı mən qaşından gözündən deyib bilirəm. Deyir, o ilə bir yerdə oxuyanda mənim kimi onu hiss edən yoxdur. Eyni sözü Almaz xanımdır. Deyir ki, biz ikisimiz, yəni iki xanımlardan, manafı deyir, o var da təcrübə, nə hardan hara geçir, göz qaşla anlayırıq. Bəli, göz qaşla oxuyuruq, şanır baxımından və ürək baxımından, oxumaq baxımından. Yəni, Mətanət xanım da sənətkardır, danışdım, danışmadım. Mətənəti sevirəm, darıxmışam onun üçün. Bunun buna dəxli yoxdur. Mən Elnarə niyə deyirəm? Elnarə özü bilir bunu. Deyirəm ki, sən elə bilən ki, mənim müşahidçimsən. Deyirəm ki, yox, oxuyamayacağım. Nə tər oxuyursansa, özü ki... Elnarə Abdullayeva. Allah ondan. Canlı məktəb. Özümdən, Allah onun da qaynənəsi rəhmət. Allah rəhmət eləsin. Allah rəhmət Həyat eləsin. yoldaşına baş sağlığı verir. Verilişdən sonra ora gedəcək, elə hamımız ora gedəcək. Haradadır, biz də gedəcəyik. Yasamaldadır. Gedərik indi. Hə, elə buradan sonra gedəcək, Allah rəhmət eləsin. Yəni, qızın o qədər gözəl oxumaq, o qədər şirin səsi var ki, özümdən asıldı öyle, onu görəndə, Elnarə varsa mənim səsim işləmirsə işləyəcək. Özü də bunu bilir, da indi biz dəfələrlə də, Almaz xanım da elədir. Yəni, yadıma düşür, o toy bilsən nə qarırdı, nə inirdi, toy nə tərələ alırdısa, nə tər şeysi, indi gedirik də, görürük. Ona görə də sözümü Əminiyyə xanıma gətirdim. Bizim mövzumuz tamam başqa şeydir. Bu başqa şeydir. Burada Əminə xanım yəni söz davası edir, sənət davası yox. Təbii Bax, ki,